Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir tənliyə baxaq. Tənliyi verib, iş tənliyi həll edin. Ümumiyyətlə, bunun qısa bir yolu var. Qısa bir yolu odur ki, loqaritm, deyirəm ki, A əsasına görə B, üstəgəl, loqaritm B əsasına görə A, bu bizə 2-ni verir. Bu hazır xassət, bu bizə 2-ni verir. Hansı şərt daxilində? O şərt daxilində ki, burada A bərabərdir B. Yəni ki, A B-yə bərabər olduğu şərt daxilində. Bizdə də A burada nədir? 3x plus 7. B nədir? B-dəki 5x plus 3-dür. Bunları bir-birinə bərabər edəsəm, 5x plus 3 bərabərdir 3x plus 7. Buradan 2x bərabər olacaq 4-ə, x də bərabər olacaq 2-yə. X-i istəyirdi bizdən, cavab oldu 2. C bənd belə. İndi amma gəlin bunun hardan gəldiyinə baxaq. Gəlin bunun hardan gəldiyinə belə deyib baxaq. Gəlin nə eləyək? Gəl bunların hər ikisini, bu loqaritmlərin hər ikisini 10 əsasına görə gətirək. 10 əsasına görə gətirsəm olacaq LC, olacaq deməli LC 5x plus 3 bölünsün LC 3x plus 7 plus 7. Üzərinə gəlinsin LC 3x plus 7 bölünsün LC 5x plus 3. Bərabərdir nəyə? Bərabərdir 2-yə. Bu şəkildə. İndi burada ortaq məxrəc eləsəm mən bunları. Olacaq nə? Olacaq LC 3x plus 7 vurulsun LC 5x plus 3. 5x plus 3. Deməli olacaq birinci kəsirdə. Birinci kəsirdə olacaq LC 5x plus 3-ün kvadratı. Üstə gəlinsin LC kvadrat 3x plus 7. Bərabər olacaq nəyə? Bərabər olacaq 2-yə. Bax belə. İndi mən burada tənasübə girsəm nə alaram? Alaram ki, LC kvadratı 5x plus 3 üzərinə gəlinsin LC kvadratı 3x plus 7 3x plus 7 bərabərdir 2 LC x plus daha doğrusu 3x plus 7 LC 5x plus 3. 5x plus 3. Bax bu şəkildə. İndi gəlin nə eləyək? Gəlin bu iki LC-ləri keçirdək nəyə? Keçirdək bərabərliyin sol tərəfinə. Olacaq LC kvadratı 5x plus 3 üzərinə gəlinsin LC kvadrat 3x plus 7 çıxılsın 2LC 3x plus 7 vurulsun LC 5x plus 3 bərabər olur nəyə? Bərabər olur 0-a. İndi burada bir şey var ki, bu əslində nədir? Bu bizə A çıx B-nin kvadratını verir. Yəni kvadratlar fərqin kvadratı daha doğrusu verir. Bu nəyin fərqidir? Bu onun fərqidir ki, LC 5x plus 3 çıxılsın LC 3x plus 7-nin mötərizə kvadratı. Bu nəyə bərabərdir? Bu bərabərdir 0-a. Çünki birincinin kvadratı üstəgəl ikincinin kvadratı çıxılsın birinci vur ikinci vurulsun 2. Bizə verir nəyə? Bizə verir fərqin kvadratı. Kvadrat 0-dırsa deməli ifadə özü 0-dır. LC 5x plus 3 çıxılsın LC 3x plus 7 bərabərdir 0-a. Deməli və biz də veririk ki, loqaritm A əsasına görə B çıxılsın loqaritm A əsasına görə C. Bu bizə verir loqaritm A əsasına görə B bölünsün C-ni. Burada da olacaq LC 5x plus 3 bölünsün 3x plus 7 bərabər olacaq 0-a. 0-da deməli nə olurdu? Deməli bu əsas, daha doğrusu loqaritmin altı
bizdə verməlidir 1-i. 0 olması üçün. Çünki LC 1, biz veririk ki 0-dır. Aha, 0 olması üçün daha doğrusu 1 olması üçün 5x plus 3 bölünsün 3x plus 7 bizdə 1-i verməlidir. Yenə bayaqki bərabərliyə gəldik. 5x plus 3 bərabər olmalıdır 3x plus 7-yə. Buradan da x aldıq bayaq 2. Deməli x oldu bizdə 2. Düzgün cavab yəni 2 C bəndi bu şəkildə.